Özünü hüquq müdafiəçisi sayan Pakistanlı 2016-cı ildə Avrora mükafatına namizəd və 4 finalçıdan olmuş Səidə Qulam Fatimə Ruben Vardanyanın məhkəməsində iştirak etmək üçün Bakıya gəlməyi xəyal edir. Bu haqda o X səhifəsinin mikrobloqunda yazıb. Pakistanlı ardınca özündə razı şəkildə vurğulayıb. Ədalətsizliyi uzaqdan qınamaq asandır, real dəyişiklik hərəkət tələb edir. Ona görə də Ruben Vardanyanın işi üzrə məhkəmədə iştirak etmək üçün Bakıya getmək qərarına gəldim. Pakistanlılar Azərbaycana sərbəst səyahət edə bildiyi üçün Bakıya gedib Rubenin başına gələnləri onun hansı şəraitdə saxlanıldığını və ona qarşı hansı məhkəmə prosesinin getdiyini görmək istəyirəm. Daha sonra o utanıb, qızarmadan hüquq müdafiəçilərini və bütün laqeyd olmayan insanları Vardanyanın azadlığı uğrunda mübarizəyə çağırıb. Həbsindən öncə mən Ruben Vardanyanla bir neçə dəfə görüşmüşəm. O gözəl və məsum insandır. O əziyyət çəkməməlidir. Bütün hüquq müdafiəçiləri səsini ucaltmalı, Vardanyanın azadlığı uğrunda mübarizə aparmalıdır. Biz Rubeni tək qoymamalıyıq. O çox yaxşı insandır, humanistdir, insan haqları və sülh üçün mübarizə aparıb, ona görə də bu vəziyyətə düşməməlidir. Sarsaq qadın ərz edib. Dərhal altını cızaq ki, Avroranın maliyyəçilərindən biri çekli pulları yumaq üzrə usta Ruben Vardanyan olub. İndi aydın olduğumu Səidə Qulam Fatimə daşı Azərbaycana nəyin qarşılığında atır? Pakistan bizə əbədi qardaş ölkədir və yazıq ki, bu gözəl diyardan aycənab və mərd xalqın içindən belə şərəfsiz ünsürlər, nadürüstlər də çıxırmış. Doğrudan da meşə çaqqalsız olmaz. Nə fərqi? Çaqqal erkəkdir, yoxsa dişi. Bizə isə həm də bunu demək qalır. Pakistan xalqının çörəyi gözünü tutun.